Mediada ABŞ-İsrail münasibətlərində soyuq küləklərin əsdiyi xəbərlər yayıldığı bir vaxtda casusluq iddiaları gündəmi çalxalayıb. Bu dəfə ABŞ prezidenti Donald Trump'ın xüsusi elçisi Steve Witkoff və Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Elbridge Colby'nin telefon danışıqları dinlənilib. İddialara əsasən, son həftələrdə Təl-Əvivdən gələn əks kəşfiyyat təhlükəsinin dərəcəsi yüksək mərhələdən kritik səviyyəyə qaldırılıb. İddia olunur ki, məqsəd Ağ Evin müharibənin dayandırılması ilə bağlı daxili müzakirələri haqqında məlumat əldə etməkdir. Çünki Vaşinqton düşünür ki, İsrailin ABŞ-İran danışıqlarını dinlədiyini ehtimal etmək üçün əsaslar var. Buna səbəb ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benyamin Netanyahunun müharibəyə başqa rakursdan baxmasıdır. Trump diplomatik masaya üz tutduğu halda Netanyahu savaş meydanını üstün tutur. O, dəfələrlə atəşkəsə baxmayaraq hərbi əməliyyatların yenidən başlanmasına dair çağırışlar eləyib. Eyni zamanda tərəflər Livan məsələsində ortaq məxrəcə gələ bilmirlər. Ona görə də ABŞ-nin Müdafiə Kəşfiyyat Agentliyi bu şübhələr fonunda təhlükəsizliyi artırıb. Prosesin 2021-ci ildən qeyd alındığı bildirilir. İddialara əsasən 2021-ci ildə İsrail hərbi kəşfiyyatı agentliyin qərargahında dinləmə cihazları yerləşdirməyə cəhd eləyib. İkinci Dünya Müharibəsindən sonra İsrailin qurulmasında Birləşmiş Ştatlar əsas rol oynadı. Tərəflər arasındakı əlaqələr soyuq müharibə dövründə çox vacib idi. İsraili dəstəkləməklə bağlı mübahisələr isə soyuq müharibədən sonra başladı. 11 sentyabr hadisəsindən sonra fərqli bir dövrə girdik. İsraillə Birləşmiş Ştatlar münasibətləri həm normasındadır, həm də yox. İsrailin hazırda etməyə məcbur olduğu şeylər Birləşmiş Ştatların maraqlarına uyğun deyil. Livan məsələsində də maraqların dağılması baş verir. Bu, Birləşmiş Ştatların görmək istədiyi ilə İsrailin etməli olduğu arasında fundamental fərqdir. Hətta 2024-cü ilin sonlarından etibarən bu fəaliyyətlərdə artım qeyd alındığı bildirilir. Çünki həmin dövrdə sabiq prezident Joe Biden İsrailə Qəzzadakı müharibə ilə bağlı təzyiqləri artırmışdı. İddialara görə telefon danışıqlarının dinlənilməsi 2025-ci ildə də davam eləyib. Həmin müddətdə Donald Trump yenidən prezident vəzifəsinə qayıtmışdı və o, İranla bağlı siyasətini nəzərdən keçirirdi. The New York Times yazır ki, elə həmin ildə İsrailin daxili təhlükəsizlik xidməti olan Shin Bet ABŞ məxfi xidmətinin avtomobillərindən birində oxşar cihaz yerləşdirməyə çalışarkən aşkarlandı. Nəşrin məlumatına görə kəşfiyyat qiymətləndirmələrində bu detallara dair sübutlar mövcuddur. Bu səbəbdən ABŞ-nin Müdafiə Kəşfiyyat Agentliyi 7 səhifəlik sənəd hazırlayıb. Materialda İsrailin insan mənbələri vasitəsilə casusluq etdiyi qeyd olunub. Bu üsuldan əvvəllər də istifadə edilirdi. Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin Kəşfiyyat Xidmətinin mülki analitiki Jonathan Pollard 1984-1985-ci illərdə minlərlə məxfi ABŞ sənədini İsrail kəşfiyyatına ötürüb. Ərəb ölkələrinin hərbi imkanları haqqında, ABŞ-nin peyk görüntüləri və elektron kəşfiyyat məlumatları, SSR-nin yaxın şərqdəki fəaliyyəti ilə bağlı və ABŞ-nin müxtəlif ölkələrdəki kəşfiyyat mənbələri barədə informasiyalar Təl-Əvivə daşınıb. 1985-ci ilin noyabrında Pollard ifşa olundu. O və həyat yoldaşı İsrail səfirliyinə sığınmağa çalışsalar da, diplomatik korpus onları qəbul etmədi. Nəticədə Pollard bu əmələ görə 30 il cəza çəkdi. Hadisə ABŞ və İsrail arasında böyük diplomatik böhran yaratdı. Təl-Əviv əvvəlcə Pollardın öz başına hərəkət etdiyini iddia etsə də, sonradan onun İsraildən idarə olunan əməliyyat çərçivəsində fəaliyyət göstərdiyini bildirdi. 1995-ci ildə isə İsrail ona vətəndaşlıq verdi. İsrail bu müharibənin bitməsində söz sahibi olmayacaq. Bəli, bunun necə başlamasında rolu olub. Əgər Donald Trump İranla hansısa bir razılaşmanın onu indiki vəziyyətdən çıxaracağına inanırsa, deyəcək ki, telefonu götür və Livandan çıx. İndi Netanyahunun həyatı Livan, Qəzza və ya İran deyil. İsraildə seçki keçiriləcək. Bu, ölkə tarixində əhəmiyyətli olacaq. Onun Donald Trump'a ehtiyacı var ki, Vaşinqtonda Benyamin Netanyahunu yenidən seçək kampaniyasının qərargahını qursun. Donald Trump'ın xüsusi elçisi Steve Witkoff'un danışıqlarının dinlənilməsinin səbəbi onun müharibədən əvvəl nüvə müzakirələrində əsas tərəf kimi çıxış etməsidir. Hətta məsələdən İranın da xəbərdar olduğu bildirilir. Hər iki ölkə qarşılıqlı casusluqdan məlumatlı olub və buna dözümlə yanaşıb. Lakin fəaliyyətin artması Vaşinqtonu hərəkətə keçməyə vadar eləyib. ABŞ rəsmilərinin İsrailə səfərləri və ya İsrail nümayəndələri ilə görüş zamanı daha sərt məhdudiyyətlər və son dərəcə ehtiyatlı təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Məlumata görə İsrailə gedən yüksək vəzifəli ABŞ rəsmiləri artıq uzun müddətdir ki, nəzarət və dinlənilmə ehtimalına görə istifadədən sonra məhv edilən telefonlardan,
və xüsusi hazırlanan kompüterlərdən istifadə edirlər.